Hər vaxtınız xeyir. Vaşinqtonda Amerikanın Səsinin televiziya studiyasında mən Bəxtiyar Zamanovam. Bugün Dünyaya Baxışda izləyəcəksiniz. ABŞ dövlət katibi Avropa səfərini İtaliyada davam etdirir. Birləşmiş Ştatlar Pakistanda pilotsuz təyyarə hücumlarına görə tənqid edilir. İraqın Ənbar vilayətində hücumlar 19 nəfərin ölümünə səbəb olur. Suriyada 2 il yarım davam edən vətəndaş müharibəsinə son qoyulması səyləri ilə bağlı danışıqların ləngiməsinə səbəb ola biləcək yeni maneələr yaranıb. Suriyanın dostları adı ilə tanınan 11 ölkənin rəsmisi Suriya müxalifət liderləri ilə Londonda görüşüb. Lakin ABŞ və Britaniya rəsmilərinin səylərinə baxmayaraq, Suriya müxalifət nümayəndələri Cenevrədə keçiriləcək sülh konfransında iştirak etməyə hələ razı olmayıb. Suriya Milli Koalisiyasının prezidenti Əhməd Carba, Prezident Bəşar Əl-Əsədin hakimiyyətdən getməsinə dair konkret plan tərtib edilməyənədək heç bir danışıqlara gedilməyəcəyini deyib. Cənab Əsədin özü isə Livanın Əl-Mayadin televiziyası ilə yayımlanan müsahibəsində sülh danışıqlarının baş tutmasına şübhə ilə yanaşdığını deyib. Prezident Bəşar Əl-Əsəd 2014-cü il prezident seçkilərində iştirak edə bilməməsi üçün bir səbəb görmədiyini deyib. ABŞ dövlət katibi John Kerry gələn ayın sonunadək Cenevrədə sülh danışıqlarının keçirilməsinə nail olmaq üçün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və BMT və Ərəb Liqasının elçisi Lahtar Brahimi ilə bərabər işləyir. Birləşmiş Ştatların dövlət katibi John Kerry Avropaya rəsmi səfərini İtaliyada davam etdirir. Cənab Kerry bugün İtaliyanın baş naziri Enrico Letta ilə görüşüb. İtaliyanın dövlət başçısı ABŞ dövlət katibini özünün Palazzo Chigi iqamətgahında İtaliyanın Xarici İşlər naziri Emma Bonino ilə birlikdə qarşılayıb. Görüş zamanı tərəflərin İran, Suriya və yaxın şərqdəki sülh prosesi məsələlərini müzakirə edəcəkləri gözlənilirdi. Günün sonunda Cənab Kerry'nin İranın nüvə proqramını və Fələstinlilərlə sülh razılığı ilə bağlı məsələləri müzakirə etmək üçün İsrail baş naziri Benyamin Netanyahu ilə görüşəcək. ABŞ dövlət katibi Romaya çərşənbə axşamı Londonda Suriyanın dostları kimi tanınan 11 ölkənin nümayəndələri ilə görüşündən sonra gedib. ABŞ prezidenti Barack Obama və Pakistanın baş naziri Nawaz Şərif İnsan Haqları Təşkilatları Birləşmiş Ştatları Pakistanda pilotsuz təyyarə hücumlarına görə tənqid etdikdən bir gün sonra Ağ Evdə görüşüblər. Vaşinqton şəhərində ABŞ Sülh İnstitutunda çıxış edən cənab Şərif pilotsuz təyyarələrə dair problemin iki tərəfli münasibətlərə ciddi təsir göstərdiyini deyib. Onun şərhləri Britaniyada qərargahlanan insan haqları qrupu Amnesty International'ın ABŞ pilotsuz təyyarələri ətrafında dolaşan sualları cavablandırmasına çağırması ilə eyni vaxtda təsadüf edib. Amnesty International öz hesabatında 2012-ci ilin yanvar ayından 2013-cü ilin avqust ayınadək Pakistanın Şimali Vəziristan tayfə ərazisində pilotsuz təyyarələrdən 45 raketin atıldığını deyir. Ağ Evin sözcüsü Jay Carney deyib ki, rəsmi Vaşinqton pilotsuz təyyarə hücumlarının beynəlxalq qanunu pozması fikri ilə qətiyyən razılaşmır. İraqın qərb bölgəsində polisə qarşı həyata keçirilən silahlı və intiharçı hücumları azı 19 nəfərin ölümünə səbəb olub. Rəsmilər hücumların ötən gecə Ənbar vilayətinin Rutba şəhərində və şəhərin ətrafında həyata keçirildiyini bildirib. İntiharçının maşına yerləşdirilmiş bomba hücumları da daxil edilməklə hədəf polisin yoxlanış məntəqələri və körpü olub. Ölənlərdən 16 nəfər polis işçisi, 3 nəfər isə mülki vətəndaş olub. Hücumun məsuliyyətini hələlik özlərinə götürən olmayıb. Günün mühüm xəbərləri və reportajlarını habelə bloqlarımızı Amerikanın Səsinin web səhifəsində izləyə bilərsiniz. Ünvanımız www.amerikanansesi.org-dur. Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasından mən Bəxtiyar Zamanov sizlə xudafisləşirəm. Salamat qalın.